Tamam. Bugünkü dersimiz hem sadeleştirilmiş vergide hem de vergi hakkında ilk giriş eləyəcək, anlayış eləyəcək. Sadeleştirilmiş vergi hakkında ümumiyyətlə deyim, bütün vergi növləri içərisində Azərbaycanda tik sahibkarlar üçün, daha sadə işlər görən müəssisələr üçün, hesablamaları daha sürətli olsun deyə, daha rahat olsun deyə, əlavə işçiyə ehtiyac olmasın deyə bu formada tətbiq olunub. Həm hesabatlarının sayı azdır, həm hesablama forması rahatdır, birbaşa dövrədən hesablanır satış dövriyyəsindən. Həm də ki, daha kiçik müəssisələr üçün nəzərdə tutulubdur. Detallarına baxacağıq. Amma birinci biz vergi anlayışının özünün üzərindən getməliyik. Vergi anlayışı belə bir mexanizmdir. Ümumiyyətlə, qədim dövrlərdən indiyənə qədər tutmuş, daha belə deyək də, ilk mədəniyyətlərdən, Mesopotamiyadan, Misirdən bəri vergi yeni var idi, mövcud idi. Amma nominal formasında idi. Nominal formasında nə idi? Misal üçün, bir şəxs əkinçilik və yaxud da ki, maldarlıqla məşğul idisə, istehsal etdiyi, ürətə bildiyi məhsulla vergini ödəyirdi. Misal üçün, heyvandarlıqla məşğuldursa, il ərzində bir neçə heyvanı dövlətə bağışlayırdı, iri büyünüzlü heyvanı. Əkinçiliklə məşğul isə əkdiyi məhsulun bəhrəsini bağışlayırdı. Amma bu hansı formada olurdu? Niyə baş verdi belə? Çünki insanlar inkişaf etməyə başladıkca özlərinə ehtiyac olandan daha çox istehsal etməyə başladılar. Yəni, misal üçün deyək ki, bir ailə icma quruluşudur, bir ailədir, 5 nəfərdən ibarətdir. Bunların illik 3 ton taxıla ehtiyacı var. Amma istehsal edib də əkib biçib taxıl 10 tondur. Bu 7 ton eləyəcək ki, növbəti ilə qalanda zaten bu xarab olacaq. O zaman başladılar yeni bir forma çıxmağa ortaya. Yəni mədəniyyət onu tələb etdi. Artıq olan məhsullarını dəyişdirməyə başladılar. Başqa-başqa şəhərlərə apardılar, taxıl verdilər, əvəzində o ehtiyac olan bir şey aldılar. Yəni barter əməliyyatları əmələ gəldi. Sonra həmin məhsulu gətirib başqa bir şəhərdə ayrı bir məhsulla əvəz etdilər, ta ki öz şəhərlərinə gələnə qədər, öz evlərinə, öz ehtiyaclarına gəlib çatana qədər, onu alana qədər. O zaman nə əmələ gəlmiş oldu? Ticarət meydana çıxmış oldu. Yəni, öz ehtiyacından əlavə istehsal etdiyi məhsulu pul qarşılığında satmağa qədər gəldim. Və buradan ticarət və biznes formalaşdı. Ticarət formalaşanda istər-istəməz dövlətlər də oradakı ticarətdən əldə olunan gəlirdən bir pay istədilər. Amma payı hansı hallarda istədilər? Əgər dövlətlər müharibə şəraitindədirsə, döyüş varsa, yəni həmin o gəlirin əldə olunacaq yerləri qorumağa ehtiyac varsa, o zaman vergi tələb olundu. Sırf döyüş zamanında. Döyüş olmadığı müddətdə vergilər tələb olunmurdu. Bu da bir dövrə qədər olan müddət idi. Amma nə zaman ki, sənaye inqilabına çatan dövrlər idi, yəni 16-cı, 17-ci, 18-ci əsrlər ərəfəsində artıq verginin formatı dəyişməyə başladı. Artıq qeydiyyatlar tutulmağa başladı, vergi növləri formalaşdırmağa başladı. Artıq müharibə deyil də, müharibə olmasın deyə də və yaxud da o şəraitlər qoruna bilsin deyə də vergilər alınmağa başladı və vergi çeşidləndirildi. Misal üçün, ən əsas vergi növlərindən biri nə oldu? Bu günlərin bizim aksiz vergisi dediyimiz şeyin tarixi yarandı. Sizlər düşünürsünüz ki, aksiz vergisi zərərli məhsullar üçün, misal üçün, tütün məhsulları üçün deyək ki, universitet görmürük, spirtli məhsullar üçün və yaxud da ki, dərman preparatları üçün xüsusi məhsullara aksiz tələb olunur. Xeyr, aksiz məhsullara əvvəlki dövrlərdə nadir olmayan, az olan, qeydiyyata tabe tutulmalı olan məhsullar üçün tələb olunubdur. Daha sonra bu birisi məhsullar, yəni saydığımız məhsulları da aksiz vergisinə tabe tutuldular. Artıq oradakı məqsəd fərqlidir. Onlar da insan orqanizminə zərər də olduğuna görə onları da qeydiyyat altına almaq və dəyərini daha da artırmaq üçün ki, alıcılıqdan biraz uzaqlaşdırılsın, dəyərini daha da artırılmaq üçün aksiz vergisi tətbiq olunubdur. Misal üçün, Fransada 17-ci, 18-ci əsrlərdə duza aksiz vergisi qoyublar. Bu duzdur da əslində amma niyə ki, bizim duza çatan imkanımız var. O dövrdə onların duza çatmaq imkanı olmayıb. Duz həm tibbdə istifadə olunub, yaraların sağalmasında istifadə olunub, bir növ antibiotik kimi, həm qida vasitəsi kimi. Mövzumuzdan kənar da olsa bir şey izah edəcəm. Hər kəs, məsəl üçün, xarici kinolarda falan içki içəndə bu barmağın kənarda qaldığını, son barmağımızın görür. Bunu bir etiket qaydası olaraq qəbul edirlər. Xeyr, bu ədəbiyyat barmağıdır. O zaman ədəbiyyata vurub, yəni bununla götürdükləri üçün
nəmlənməsin, ədviyyat artıq istifadə olunmasın deyə bu barmaq quru saxlanılır. Yəni ki, tutduqları şey də islanmasın deyə. Dəyərli olan bir şey, az tapılan bir şeyi həmişə vergiləndirilməsi daha çox olur. Verginin əsas anlayışı bunlardan ibarətdir. Amma digər bir tərəfi var. Hal-hazırki müasir dövrümüzdə vergi belə formalaşıb. İki cür vergi var bütün dünya üzrə. Birbaşa vergilər, yəni dövriyyəyə tabe olunan vergilər, yəni harda gəlir qazansansa oradan vergiləndirilirsən. Bir də dolayı vergilər var. Əlavə dəyər vergisi kimi, gömrük rüsumu kimi, aksiz vergisi kimi. Bu vergilər isə birbaşa gəlirlə bağlı deyil. Sadəcə olmamalı olan, gəlirə görə olan vergi ayrı, onu ödəyirik. Bir də əlavə dəyərimizin, biz məhsula nələr ki əlavə eləmirik qiymət olaraq üstünə, onun vergisini ödəyirik. Bu vergilərdə dolayı vergilər kimi olur. Biz bu günlərim sadələşdirilmiş vergidən danışacağıq. Sadələşdirilmiş vergi birbaşa vergi növüdür. Dövriyyədən hesablanır. Nə qədər məhsul satırıqsa, həmin məhsulu təyin olunan faiz dərəcəsinə tətbiq edirik və həmin faiz dərəcəsi ilə də vergimizi əldə edirik. Başqa nələr deyək sizə? Məsəl üçün, baxın, Azərbaycan Respublikasında ilk verginin formalaşması, yəni sivil verginin formalaşması. Belə deyək, biz tariximizi necə bilirik? Deyək ki, 15-ci əsrdən bəri baxsaq, Səfəvi dövlətindən bilirik. Səfəvi dövlətində vergilər mövcud idi, ancaq heç bir şəxsdən pulla vergi alınmırdı. Hər kəsdən nominalla qəbul olunurdu. Ondan sonra hansı perioda keçdiyim biri sonra xanlıqlar dövrünə nominalla vergi alma qaydasında qaldı. Mən həmişə sizlərə misal çəkirdim, ağabəy, feodal dövrlər. Orada isə istehsal etdiyi şeyin hissəsinə dönürdü. 1/3 və yaxud da 4/1 hissəsinə keçildi. Sivil dövrümüzdə necə oldu? Müstəqillik qazanıldıqdan sonra 1928 1918-ci ildə 18-ci ildən 20-ci il arasında ilk təyin olunan şeylərdən biri iqtisadiyyatımızla bağlı, inkişafımızla bağlı vergilənmə forması idi. Orada məsələn dolayı vergi növü yox idi. Nə vergi var idisə birbaşa vergi növü və dövriyyədən tutulan vergi növü var idi. Bunu əldə etmisənsə bunu ödəməlisən. Və bizim sivil vergi həyatına addımımız oradan başladı və düzəlişlərimiz oradan başladı. Və sonraki mərhələdə davam etdi. Müstəqilliyimizi qazanandan sonra digər Avropaya meyilli, Avropanın iqtisadiyyatındakı vergiləri Almaniyadan kopyalamağa, onun üzərindəki formatları dəyişdirməyə çalışdıq. Çünki Rusiyanın bizə təsiri çox böyük idi. Oradakı vergilənmə forması bizə də davam edir. Birinci danışaq vergini tutma formalarından. Vergini neçə formada tuta bilərik? Mənbədən vergi tuta bilərik. Mənbədən vergi necə tutar? Mənbə vergisi demək bir əməliyyatı icra etdiyin an, yəni pul axını baş verdiyin an, mən məsəl üçün Seymura pul ödədiyimdə həmin an ondan vergini tuta bilərəm. Bu mənbədən tutur. Çünki mənə icazə verilir ki, Seymur vergidən yayınacaq vergi ödəyicisi deyil, qeydiyyatda durmayıb, özünə vergi də almayıb. O vergidən yayınacaq, Seymurdan pulu sən tut, gəl müəllim, gəl. Seymurdan pulu sən tut və ödə. Bunu dövlət bizdən istəyir. Biz dediyimiz kimdir? Vergi ödəyiciləri, vergi orqanında qeydiyyatda duran, özünə vergi alan və dövlətlə əlaqəli çalışan. Bu sayədə dövlət bizə müqavilə ilə tələb edir ki, sənin vəzifə və öhdəliklərində Seymur kimi vergi qeydiyyatında durmamış, vergi almamış, amma əmək bazarında iştirak edən, pul qazanan, çalışan, sahibkarlıqla məşğul olan insanlarla ticarət etdiyin zaman, iş gördüyün zaman ödədiyin vergiləri ondan, daha doğrusu onun qazandığı puldan vergini sən tut. Pulun ödənildiyi zaman verginin tutulmasına mənbədən verginin tutulması deyilir. Bəyannamə əsasında verginin tutulması var. Hal-hazırda bizlərin etdiyimiz. Vergi ödəyiciləri özləri hesablayırlar ki, nə qədər satış ediblər, nə qədər alış ediblər, bunun əvəzində nə qədər məsələn satışlarına xərci olub, əlavə gəlirləri nələrdir. Bunun hamısını hesablayırıq, bəyannamə halına salırıq və dövlətə təqdim edirik. Bizim hesablamamız nəticəsində, yəni o bəyannamələrin nəticəsində bizdən vergi tutulur. Çünki biz hesablayıb təqdim edirik. Bu da bəyannamə əsasında verginin tutulmasıdır. Amma digər isə vergi bildirişi əsasında verginin tutulmasıdır. Bu o halda baş verə bilir ki, biz təqdim etmirik. Yəni bəyannamə əsasında biz vermirik. O özü hesablayır ki, bunun göstəriciləri nə olar? Hal-hazırda
Bu çox asandır. Niyə? Çünki şirkətlərimizin bütün əməliyyatları elektron sistem üzərindəndir, bir baza üzərindəndir. Həmin bazaya da verginin çıxışı mövcuddur. Biz təqdim etməsək də o bizim hərəkətlərimizi görür. Biz qeyri-qanuni də məsəl üçün belə deyək də, qeyri-rəsmi yolla da hərəkət elətdirə bilmirik. Səbəb ona görədir ki, pul dövriyyəsini dövlət məcburi şəkildə elə formata gətirdi ki, çox gözəl siyasət idi. Yəni köçürmədən kənara çıxa bilmirsən. Məcbursan pulu qazanmaq üçün köçürmə ilə işləməyə. Bunun üçün də elektron qaymə göndərməlisən. Elektron qaymə sənin satdığın məhsulu təhvil təslim aktıdır. Yəni sən bir şey satırsansa, səndə olan məhsulun hərəkətini göstərən sənəddir. Eyni zamanda elektron qaymə o hərəkət göstərəndə vergi orqanı sənin ambarında olanı da görməyə başlayır. Niyə? Çünki sən alanda da qaymə və yük gümrük bəyannaməsini aldığın üçün sənin ambarı da bilir, satmalı olduğun məhsul da bilir. Gəlib ambarı yoxlasa, əksi o dəqiqə müəyyənləşdirə bilər ki, səndə bu qədər mal var idi. Misal üçün 100 ədəd, elektron qayma ilə görünür 50 ədəd satmısan, yük gümrük bəyannaməsində görünür ki, 100 ədəd almışdın. Bəs o birisi 50 han ambar boşdur. O zaman səni yerində sanksiyaya cəlb edə bilər. Yəni vergi çata bildiyi üçün informasiyalara artıq vergi bildirişi ilə də vergi tutmaları mövcuddur. Ümumiyyətlə, Azərbaycan Respublikasında vətəndaş olaraq bizlərin ödəyə biləcəyi vergi formaları var. Bax, vergi ödəyicisi olaraq demirəm, yəni. Vön sahibi olaraq demirəm. Şəxs olaraq deyirəm. Muzlu işdən gəlir vergisi ödəyirik. Yəni, əmək haqqımızdan. İcarə gəlirindən vergi ödəyirik. Əmlakımız var, icarəyə vermişik. 14% də oradan gəlir ödəyirik. Dividendlərimizdən 10% gəlir ödəyirik. Əgər biz hansısa müəssisəyə sahibkar kimi qeydiyyata düşmüşük və yaxud da onların paylarını almışıq, səhmlərini almışıq və illik mənfəətlərində bir faizliyimiz var. Bizə dividend verirlər. Bəli. Həmin o aldığımız dividenddən də 10% vergi tuturlar. Royalty'dən əldə etdiyimiz gəlirdən vergi tutulur. Royalty nədir? Müəlliflik hüququ, patentlər, yəni bizə məxsus olan bir müəlliflik hüququ ilə bağlı, əqli mülkiyyətimizlə bağlı istifadə varsa və biz oradan gəlir əldə ediriksə, o gəlir də vergiyə cəlb olunur. Sığorta ödənişləri, etdiyimiz sığorta əməliyyatları var. Nəqliyyat vasitələrimizin, evimizin, mağazamızın və yaxud da ki, iş sahəmizin. Həmin sığorta hadisəsi baş verdiyi zaman bizə ödənilən vəsait var hansı ki, o vəsaitdən də vergi tutulur. Və bu əlbəttə ki, baxın, itirdiyiniz, sizə dəyən zərər var, o zərərin üzərində olan hissəsindən gedir söhbət. Sizin bir aktiviniz var idi, o aktiviniz zədələndi. Yəni, zədələndiyinə görə sizə bir məbləğ ödədilər. Deyək ki, 5.000 pul ödədilər, amma 5.000 sizin zərəriniz deyil. Sizin zərəriniz 7.000 ise siz vergiyə cəlb olunmursunuz. Sığorta demək o deməkdir ki, sizin zərərdən daha artığını ödəmək məcburiyyətindədir. Zərərinizi qarşılamaq məcburiyyətində deyil. Siz ona görə sığortalanırsınız. Yəni, o artıq olan hissəyə görə vergiyə cəlb olunur. Niyə olmur ki? Əlbəttə olur. Hal-hazırda da mövcuddur. Bizlər sığorta əməliyyatı elətdirmədiyimizə görə, ancaq dövlətin bizə dayatdığı icbari sığortaları etdirdiyimizə görə, yəni elə düşünürük. İcbari sığorta hadisəni aradan qaldırmaq üçündür. Sən bir məsəl üçün evini sığortalatdır, yəni az bir məbləğdir və qonşundan su axsın, evin korlansın. Görsən nə ödəniş edəcəklər? O ödədiyi məbləğin üstündəki vergi məsələsini almışsın. Yəni, sən də necədir? Sənə zərər dəyir. Deyək ki, sənin əmlakın, bax, kasko sığortasının ödənişi fərqli olur da, bilirsən. Daha çox olur. Niyə çox olur? Çünki həm sənin aktivin səndə qalmış olur, aktivinə dəyər zərər 5.000, amma sənə ödənilir pul 15.000. Ortada olan 10.000 fərq var, hansı ki, 10.000 fərqə vergi tətbiq olur. Olar mı məsələn? Ha? Sığortanın mı? Tasmanın. Gəl sənə deyim, mən 4 ildir kasko sığorta istifadə edirəm, həm də icbari sığorta istifadə edirəm. Amma heç bir qəza etməmişəm, istifadə də etməmişəm. Amma ödənişi etmişəm. Mənim ödənişimdə sən istifadə edirsən. Bəli, pul dövriyyədə olur. Xanım doğru qeyd elədi. Dövriyyədə olduğu pulları da başqa sahədə daha da gəlir əldə etməkdə istifadə edə bilirlər. Bəli, nəzərinizdə saxlayın. Sığorta quruluşları, bank quruluşları, bank olmayan kredit təşkilatları, bunların hamısının əmtəsi, yəni malı puldur. Pulu dövriyyədə saxlamaq pula pul qazandıra bilmək. Ona görə onlara maliyyə institutları deyilir. Yəni, bunlar nə etməlidir? O pulu banklarında, hesablarında saxlayıb gözləməli deyirlər ki, İlqarın aldığı pulu Seymurun etdiyi avtoqəzaya verin və yaxud da ki, başqa bir
Sığortasına ödəyim yox. Ona ödəyənə qədər həmin pulu başqa investisiyada istifadə edirlər. Misal üçün, Küveyt bankçılığında var idi, yəni İslam bankçılığında. Səndən pulu alır, sənə faiz hesablamır. Depozit kimi pulu alır, sənin pulunu başqa yerlərdə yatırım edir. Həmin inşaat apardır, bina tikdirir, binanın gəlirindən sənə pul verir. Sənə özünə ortaq eləyir sanki, belə deyək də, yəni sizin pulla sizlərə ortaq qəbul edir, özü də əməyi qoyur, bir bina tikir, binanın mənzillərini satır, üzərində qazandığı pulu sizə pay kimi bölür. Yəni bu başqa bir bankçılıq metodu, amma ən gözəl gəlir növü əldə etməklərdən biridir. Yəni bu quruluşlardan biridir. Bir də saydıqlarımın içərisində bir şey qaldı. Qeyri-rezidentin dən tutulan vergi. Bu da nədən ibarətdir? Siz Azərbaycan Respublikasından kənarda 300 gündən artıq qaldığınız zaman, bura dönüş etmədən, artıq bura vətəndaşı olsanız da qeyri-rezidentə çevrilirsiniz. Və qeyri-rezident olduğunuz zaman gəlib burada ya birgə sahibkarlıqdan və yaxud da ki, başqa sahələ əməliyyat fəaliyyəti göstərdiyiniz zaman və gəlir əldə etdiyiniz zaman onu da vergiyə cəlb olunursunuz. Bu, bizim vətəndaşlarımızın vergiyə cəlb olunma formaları. Gələk sadələşdirilmiş vergiyə. Sadələşdirilmiş vergini çox bəsit gedəcəm. Sadələşdirilmiş vergi ödəyicisi olmaq üçün, yəni ümumiyyətlə sadələşdirilmiş vergi nəyə deyirik? Qısaca 200 minə qədər bir dövriyyəsi olmalıdır. Yəni bəsit. İstənilən müəssisənin 200 minə qədər dövriyyəsi olmalıdır. 201 min dövriyyəsi olanda sadələşmiş vergi ödəyicisindən çıxmalıdır. Bəli, istisna hallar da var, onları da izah edəcəm. 200 minə qədər olan dövriyyə hansı dövriyyədir bilirsiniz? Nə saxta deyil ha? Əlavə dəyər vergisinə cəlb edilə bilən dövriyyədən gedir. Şirkətin elə dövriyyəsi ola bilər ki, o dövriyyənin içindəki bəzi satışlar heç bir əlavə dəyər vergisinə cəlb olunmur əslində. Vergiden azaddılar. Və yaxud da 0 dərəcə iləndilər. Bəli, məsəl üçün kənd təsərrüfatı kimi bir şey. Vergiden azad olduğuna görə, əlavə dəyər vergisindən daha doğrusu azad olduğuna görə ümumi dövriyyənin içində olmur. Ona görə də biz tərifimizi belə formalaşdırırıq. Ardıcıl 12 aylıq müddət dövriyyət əlavə dəyər vergisinə cəlb olunacaq dövriyyəsi 200 minə qədər olan müəssisələr sadələşdirilmiş vergi ödəyicisi ola bilirlər. Və bir dənə istisna kənara çıxacaq. Bəzi müəssisələrin, ictimai iaşə müəssisələrin, ictimai iaşə dedikdə nəyə nəzərdə tuturuq ha? Məqsədi nədir əslində? İctimai dediyimiz vətəndaşa xidmət göstərən, vətəndaşa mal satan, üsümasına xidmət göstərən müəssisələrdən gedir söhbət. Restoran kimi, kafelər kimi, nə bilim, kinoteatr və marketlər ticari müəssisələrdir. Artıq iaşə müəssisələri sayılır. Bu tipli müəssisələrə bir seçim verilir. 2022-dən bəri bir seçim hüququ verilir. Deyilir ki, sən 200 minə çatdın. Çatdığın ay yox, mənə müraciət eləməlisən, ərizə ilə bildirməlisən, qeydiyyata durmalısan ki, mən sadələşmiş vergi ödəyicisi kimi qalmaq istəyirəm, yoxsa qalmaq istəmirəm. Yəni, əlavə dəyər vergi ödəyicisini keçmək istəyirəm. Əgər qalmaq istəyirsənsə, o zaman sənə sadələşdirilmiş vergi dərəcəni artırırlar, edirlər 8%. Amma limitdə qoymurlar. Nə qədər istəsən limitin olur. Yəni, nə qədər istəsən satış et. Nə qədər satış etsən, xərclərin nəzərə alınmadan satışından 8% nisbətində vergi tutulur. Bu Azərbaycanda ən yaygın istifadə edən sahə, yəni iş sahəsi restoran biznesidir. Daha səhv edirdim. Bəli, adamlar satış edir. Çünki başqa bir tərəfi var onun. Restoran sahəsində maya dəyər mexanizmi ən çətin sahələrdən biridir. Yəni orada uçot aparmaq çox çətindir. Yəni bir şeyin maliyyətini çıxartmaq. Düşünün yeməklərin boşqab başına, yəni porsiya başına maya dəyərini çıxarda bilməsə və neçə çeşid yeməklər baş verir. Və qida məhsullarının qiyməti durmadan dəyişir. Sən onu tarazlamağın çox çətindir. Ciddi bir maliyyə əməkdaşın olmalıdır, ciddi bir sistem quraşdırmalısan ki, o nəticəni əldə edə bilərsən ki, xərcləri toplayasan, gəlir əldə edəndə o gəlirdən çıxa bilərsən, mənfəət vergisini itirməyəsən. Bunu qədər vəsaiti Azərbaycanda hansı restoran qazanır ki, yəni onu etsin. Düzdürmü? Onun üçün sadələşdirilmiş mexanizm onlar üçün daha gözəldir. Əlbəttə, nə düşünürüm. Sadələşdirilmiş mexanizm, yəni vergi növü, bunlar üçün daha rahatdır ki, xərclərinin nə qədər olub olmaması əhəmiyyətli olmadan satış rəqəmləri 8%-ə cəlb olunur.
Bu sadələşmiş vergi ola bilər. İkinci formatı var. Sadələşdirilmiş vergi ola bilməyən müəssisələr var. Heç ümumiyyətlə ola bilməzlər. Bir hansı müəssisələrdən gedir? Bir müqaviləsi və yaxud da bir razılaşması, əqdi 200 mindən çox olan müəssisələr. Bir dənə müqavilə bağlayıram sizlə. Ya sizə köçürmə eləyəcəm, ya sizdən mənə köçürmə gələcək, ya mənə mal satacaqsınız, fərqi yoxdur. Həmin satışın dəyəri, kəsilən elektron qaymənin dəyəri 200 mindən yuxarıdırsa, mən avtomatik əlavə dəyər vergisinə keçməliyim. Avtomatik. Yəni restoran deyiləmsə, restoranları ictimai yaşaları istisna edirik. Biri budur. İkincisi, ithal edirəm məhsul, etdiyim ithalın dəyəri 200 mindən yuxarıdırsa, yenə də avtomatik olaraq əlavə dəyər vergi ödəyicisi oluram. Yəni sadələşmiş vergidən çıxıram. Və yaxud da inşaat sektorunda gedirəm, inşaat şirkəti qeydiyyata qoyuram. Açılanda məni sadələşmiş kimi qeydiyyata almırlar. Məni birbaşa əlavə dəyər vergi ödəyicisi kimi qeydiyyata alırlar. Yəni inşaat işi ilə məşğul olan müəssisələr sadələşmiş vergi ödəyicisi ola bilmir. Həm dövriyyələrindən asılı olan bir şeydir. Misal üçün, nəqliyyat vasitəsi topdan satış müəssisələri. Sadələşdirilmiş topdan satış müəssisəsi olmur. Bütün topdan satış müəssisələri əlavə dəyər vergi ödəyicisi olur. Niyə? Çünki topdan satış müəssisəsi anlayışında dövriyyə 200 minə qədər ola bilmir. Elə bir neçə çeşidin cəmi 200 min olur. Qaldı ki, satdığı digər çeşidlər. Yəni topdan satış anlayışı belədir. Və bir də bayaq saydığımız kimi royaltıdan əldə olunan gəlirlərdir, maliyyə icarəsindən əldə olunan gəlirlərdir. Yəni icarədən əldə olunan biz müəssisəyik. İşimiz binaları, mənzilləri, ofisləri icarəyə verməkdir, nəqliyyat vasitələrini icarəyə verməkdir. Bizim fəaliyyət növümüz icarədən əldə olunan gəlirdirsə, icarədən əldə olunan gəlirdirsə, biz sadələşmiş vergi ödəyicisi ola bilmirik. Birbaşa bu səfər mənfəət vergi ödəyicisi olur. Prosesimiz bu cürə dəyişir. Əlbəttə ki, sizə verəcəyim materialda bir qeyd olunubdur ki, kimlər əlavə oluna bilər, kimlər əlavə oluna bilməz. Başqa hansı məlumatdan verək sizə? Misal üçün bir nümunə üzərindən gedək. Keçən səfər sizə verdiyim materialda varmı, yoxmu bilmirəm. Bir müəssisə, poliqrafiya müəssisəsi nədir bilirsinizmi? Çap edən bir müəssisədir. Daşoğlu var bir var. Məsəl üçün Çaşoğlu müəssisəsi fərq etmir. Poliqrafiya müəssisəsi öz dövriyyəsini hesablayır. Baxır ki, ardıcıl 12 ay ərzində 160 min manatlıq çap fəaliyyəti olub. Çap fəaliyyəti amma kütləvi informasiya fəaliyyəti olub. Yəni qəzet çap edir. Və 50 minlikdə reklam xidməti göstərib. Toplam 210 minlik bir dövriyyəsi var. Bu poliqrafiya avtomatik keçməlidir əlavə dəyər vergi ödəyicisindən. Belə düşünürsünüz, amma elə deyil. Niyə? Çünki kütləvi informasiya vasitələri ilə bağlı görülən işlər, onlardan gələn vəsaitlər əlavə dəyər vergisinə cəlb edilmir. Cəlb edilmədiyinə görə bunun 160 minlik əldə etdiyi gəlir bizim düstur olaraq hesabladığımız limitimiz var. 200 min onun içərisinə daxil deyil. Sadəcə 50 min daxildir ora. Yəni o limitə 50 min daxildir. Nə deyir? Deyir 160 min kütləvi informasiya vasitələrinin çapından əldə edibdir. 50 min də reklam fəaliyyətindən əldə edibdir. 50 min bəli, əgər 50 min rəqəmi çox olsaydı, 200 mindən çox olsaydı, bəli, deyə bilərdik. Amma bunun içərisində 160 minlik, dövriyyənin içərisində 160 minlik hissə kütləvi informasiya vasitələrinin olduğuna görə əlavə dəyər vergisinə cəlb edilmir və bayaq dediyimiz hissə var idi ki, necə demişdik tərifi ki, ardıcıl 12 aylıq əlavə dəyər vergisinə cəlb edilə bilən dövriyyənin həcmi 200 min manata keçdiyi zaman əlavə dəyər vergi ödəyicisinə keçməliydik. 200 min manata qədər olanda sadələşmiş olmalıydı. İndi baxıram, əlavə dəyər vergi ödəyicisinə vergisinə cəlb oluna bilən dövriyyəsi cəmi 50 mindir. Deməli, bu sadələşmişdə qalır. Necə hesablayacağım? 210 mini sadələşdirilmişin vergi dərəcəsinə vuracaq. 210 bin lira olmalıyım. 160 min də vardı, bunu gəlirdi axı. Ben de şey mi? Ben de insanım. Kütləvi informasiya vasitələri şeydən azaddır. Nədir onun adı? Əlavə dəyər vergisindən azaddır. Sadələşmədən azad deyil ki. Biraz şeylerden ama Bəli. onlar ciddi şeylerden. Əslində o jest deyil. Ya çömeyler de. Yəni bilsən nədir o? Kütləvi informasiya vasitəsi olduğu üçün onun qiyməti maksimum dərəcədə aşağı olmalıdır. Bu ictimai bir şeydir.
Yəni vətəndaşları əlaqələndirən bir şeydir. Ona görə onun qiymət tənzimləməsində dövlət təsir etməməlidir. Yəni etsə də cüzi təsir olmalıdır. Onun üçün yəni aşağı rəqəmdən gedilir. Başqa nə deyək sizə? Bu informasiyalar heç. 218-ci maddə heç. Tamam, vergi dərəcələri ilə bağlı danışaq. Əsasən ana strukturu 2 dərəcədir. Yəni 2%-dir. Sadələşdirilmiş verginin faiz dərəcəsi 2%-dir. Regionlar üzrə dəyişir. Əmsallar, ərazi vahidləri buna görə dəyişə bilir və yaxud da yüksəldici əmsallar da olur. Amma astronomi olaraq sadələşdirilmiş verginin faiz dərəcəsi 2%-dir. Bu bir neçə faiz dərəcəsi var da 2, 4, 6 və 8%. 8% ictimai yaşayadaydı. 2% ictimaiyyətə mal, iş, xidmət satıldığı zaman, yəni vergi ödəyicisi olmayan şəxslərə, vətəndaşlara pərakəndə formasında satıldığı zaman 2%-dir. Və burada mütləq elektron qaymə iştirak etməməlidir. Elektron qaymə iştirak edirsə, siz artıq 2 vergi ödəyicisi arasında əməliyyat aparırsınız. Yəni başqa bir vergi ödəyicisine satış eləmiş olursunuz. O zaman həmin dövriyyə sadələşdirilmiş vergi dövriyyəsi sayılır. Bir müəssisənin belə deyək də dövriyyəsinin həcmi var. Həm kassaya vurduğu sizin anlayışınızdan deyək, həm kassaya vurulan, həm də elektron qayma ilə satdığı. Əgər elektron qayma ilə satdığı ümumi satışın 75%-dən üzəri çıxırsa, yəni artığa gəlirsə, artıq olma keçirirsə, daha doğrusu 75%-dən 30%-dən yuxarı çıxırsa, artıq bu gəlir vergisi formasında hesablanmağa başlayır. Sadələşdirilmiş vergi 75%-in altında qalırsa, məsələn, kassaya vurulan rəqəmdə 75%-in altında qalırsa, bu səfər gəlir vergi ödəyicisi 75%-in üstündə qalırsa, sadələşmiş vergi ödəyicisi kimi ümumi summanı tətbiq edə bilirik. Misal üçün belə deyək də, bir müəssisənin satışı nə qədər olsun? 100 min olsun. Yuvarlaq hesablaya bilək deyək. 100 minlik bir satışı hissəyə bölsək. Deyək ki, kassaya vurubdur 75 min, elektron qayma ilə İlqarın müəssisəsinə satıbdır 25 min manatlıq məhsul. O zaman 100 mini sadələşdirilmiş vergiyə cəlb edirik, 2%-ə cəlb edirik. Amma 100 minin içərisində belə deyək, artıq 30%-i keçirsə elektron qayma ilə satış, kassaya vurulan 70%-in altına düşürsə, o zaman həmin satışın özünü 20%-ə cəlb edirik gəlir vergisinə, yəni 30 minlik hissəsini. Yerdə qalan hissəsini sadələşmiş vergi kimi hesablayırıq. Yox, əgər satdığım məhsulun 75%-i gəlir vergisi elektron qayma ilə satılıbsa, 25%-ni kassaya vurmuşamsa, o zaman bütün summanın 100%-i 20% gəlir vergisinə cəlb edilir. Gəliri əldə etdiyin zaman da, yəni ilin sonunda 20% gəlir vergisi. Sadələşmiş vergini alırlar. Yox, dediyim şərtlər yerinə alarsın. Dediyim şərtlər olarsa verirsin. Yoxsa sadələşmiş vergi ödəyicisi gəlir vergisinin ödəyicisi deyil, əlavə dəyər vergisinin ödəyicisi deyil, mənfəət vergisinin ödəyicisi deyil, başqa heç bir vergi növünün ödəyicisi deyil. Sadəcə əmlak vergisinin ödəyicisi ola bilər, o da ki, əgər əmlakı varsa. Bayaq qeyd etməyi unuttum, onu da deyim. Bir də hansı müəssisələr artıq sadələşdirilmiş vergi ödəyicisi ola bilmirlər? Dövrün əvvəlinə aktivlərinin qalığı 1 milyon manatdan çox olan. Yəni, aktiv qalıqları 1 milyon manatdan çox olan müəssisələr sadələşmiş vergi ödəyicisi kimi qala bilmirlər. Satışları 200 minə qədər olsa belə. İdman mərci oyunları ilə bağlı demişdik. Operatorlar 4%, satıcıları 6%, əldə olunan gəlirdən vətəndaşsa 10% miqdarında vergi ödəyir. 10% sadələşmişə aid deyil, sadəcə bir növ dividend vergisi kimidir. Yəni, xərci olmadan əldə olunan gəlirdən gedir söhbət. Bəli, onu veririk. Başqa nə deyim sizin üçün? Sadələşdirilmiş vergi ilə bağlı. Sadələşmiş vergi olmaq hüququ olmayanlarımız var. Qeyd eləmişik. Başqa. Bu misallar düsturar vermişik. Azad olmalarımız var.
İstəyirsiniz azad olmaları sizin üçün saya bilərəm, amma yenə də oxuyarsınız. 218.1.1-ci maddəyə, yəni sadələşmiş vergi anlayışına əsaslanır. Kənd təsərrüfatı məhsulları diri şəkildə azaddır sadələşdirilmiş vergidən. Ailə üzvlərinə bağışlanan əmlak azaddır sadələşdirilmiş vergidən. Dövlət ehtiyacları üçün alınan torpaq və əmlak sadələşmiş vergidən azaddır. 3 ildən artıq qeydiyyatda olan yaşayış sahələri var, hansı ki, onların da satışı sadələşmiş vergidən azaddır. Dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir. Əvvəllər var idi, bayramlarda silindilər sanksiyaları. Onlar da sadələşmiş vergidən azaddır. İxrac təşviqi üzrə ödənilən vəsaitlər. Bunlar nədir? Biz şirkətik burada hər hansısa bir başqa bir ölkənin məhsulunu və yaxud da başqa bir şirkətin məhsulunu satırıq. Bizim onu burada satmağımız üçün təşviq olaraq bizə bir müəyyən pul köçürməsi edirlər. Promo kimi ki, biz onların satışını təşkil edirik. Bax, həmin vəsait azaddır. Rezident müəssisələrin təsisçilərinə ödənilən dividendlər ƏDV qeydiyyatında olmayan və 200 min manatdan az dövrəsi olan müəssisələr üzrə. Bax, sadələşdirilmiş vergi ödəyicisinin sahibkarı qazanılan puldan, yəni vergi çıxılandan sonra, digər xərclər ödəniləndən sonra qalan puldan dividend götürürsə, həmin dividend vergidən azaddır. Yəni vergiyə cəlb olunmur. Başqa nə var burada? Daşınmaz əmlakımız var uşaqlar. Daşınmaz əmlakın təqdim etməsi var. Ümumiyyətlə 15 manatdır kvadraturası yaşayış sahəsinin. Yaşayış sahələrində 30 metr kvadrat güzəşt limitinə daxil olur. Satacağınız yaşayış ərazisi, deyək ki, 100 kvadratdırsa, o 100 kvadratın 30 kvadrata çıxılır, yerdə qalan kvadrat 15 manata vurulur. Bu formatda hesablanır. Bu verginin əsas hesablama formulasıdır. Daşınmaz əmlakın sadələşdirilmiş vergi formulasıdır. Kvadratura çıxılsın güzəşti, vurulsun 15%. Yaşayış sahələri üçün. Qeyri-yaşayış sahələri üçün, yəni obyektlər, padvallar, mansardlar, belə deyək də, qeyri-yaşayış sahələri üçünsə güzəşt məbləği yoxdur. Kvadratura nədirsə, o vurulur 15 manata və sadələşdirilmiş vergi kimi ödənilir. Hə, bu verginin ana strukturu, hesablanma qaydası. Amma belə bir durum da var. Abi, mesela bir şirkətdir. Buyur. Restorandır mesela üçün. Yüzde mesela kvadratından 15 manat vurdu verdi. Bir de kifasını verir kazanlar bunu. Belə olur da. Bax, ayrı-ayrı. Bax, verginin görsən fəaliyyət sahəsi ayrıdır. Şirkət öz daşınmaz əmlakını satırsa, onun vergiyə cəlb olunma forması daşınmaz əmlakın alqı-satqısında necədirsə o formatda gedəcək. Dövriyyəsindən ödədiyi vergi isə başqa bir şeydir. Vermişsinə verir. Yox. Gəlirik nəyə? Ümumiyyətlə daşınmaz əmlak mövzularında istər torpaq olsun, istər əmlak olsun, zona kodları mövcuddur. Bütün dünya üzrə belədir. Yəni bütün dünyada hər şey zonalaşdırılır. Əhalinin çox yaşadığı, kommunikasiyanın daha yaxşı olduğu, marka olaraq bilinən, yəni qiymətləndirilmə səviyyələri və gəlirlilik səviyyələrinə görə zonalara bölünür. Siz düşünürsünüz ki, məsəl üçün belə deyək də, binaların görkəminə, yerləşdiyi yerinə falan görə olur. Xeyr, elə deyil. Məsələn, necədir? Deyək ki, zonaya bölünmə bu cürədir. Aldığınız əmlak satış məqsədi daşıyırsa və yaxud da ki, daşımırsa, saxladığınız zaman bir investisiya mülkiyyəti sayılır. Siz bir investisiya etmiş olursunuz. Gözlədiyiniz o 3 il dediyi müddətdə investisiyanız nə qədər qalxır? Deyək ki, eyni zamanda hamımız Bakının 7 zonasından hərəmiz bir ev aldıq, deyək ki. Və 3 ilin sonunda hamımız saxladıq və satmaq istəyirik. Satdığımız zaman hansılarımızın evi daha yüksək olar? Hansı zonada saxlanılan evlərin o cürə zonalaşdırılır? Kimizə edə bildim mi yəni? Harada daha olarsa o zonanın faiz dərəcəsi daha yüksək olur. Daha doğrusu əmsalı daha yüksək olur. Misal üçün deyək ki, Bakı, Abşeron qismində olanlarda 2 əmsal təyin edəndə, digər kənar ərazilərdə 1 əmsal təyin edirlər. Amma Sumqayıtda, məsəl üçün, və yaxud da Naxçıvanda deyək ki, 1.5 əmsal təyin edirlər. Yəni, alıcılığı çox olan, inkişafı olan yerlərdə əmsallarda daha yuxarı olur. Amma unutmamalı olduğunuz şey nədir? Verginin hesablanması kvadraturanı 15 manata cəlb etməkdir. Bir kvadraturanın qiyməti sadələşmiş verginin 15 manatdır. Bunu belə yadda saxlayırsınız. Bir kvadratura 15 manatdır. Yaşayış sahəsi də qeyri-yaşayış sahəsi də. Yaşayış sahəsinin 30 metr kvadrat güzəşti var.
Yəni onu vergiyə cəlb eləmirlər. 450 manat civarında edir də, düzdürmü? Bəli. Hə. Amma qeyri-yaşayış sahəsinin güzəşti yox. Bu vergimizin hesablanma forması daşınmaz əmlakın. Qaldı cəlb etmə. Zonalara görə bir əmsala cəlb edirik. Bir də zonalardan əlavə yüksəltmə əmsalları da olur. Yüksəltmə dərəcələri də olur. Bir zona əmsalına vurulur, bir də yüksəltməyə vurulur. Yəni burada yüksəltmə də belə deyək də təyin olunmuş qaydadır. Onun da tərkibində inflyasiyalar nəzərə alınır, ərazi vahidləri, yeni yaradılan şərait. Misal üçün Səbail rayonu deyək də, Səbail rayonu 10 il bundan qabaq da eyni dərəcəyə düşürdü, əmsala düşürdü. İndi də eyni əmsaldadır. Amma orada baş verən inkişaf nəticəsində ora yüksəlici əmsal da əlavə edə bilər. Artıq misal üçün niyə restoranlar, mollar, istirahət parkları açılıb oralara, deyək ki, gəzinti yerləri açılıb və orada insanlar daha çox pul xərcləyirlər və daha çox qalmaq istəyirlər. Orada olan əmlakların qiyməti daha çox yüksəyə qalxır. Ona görə vergilənməni daha yüksək formada almaq istəyir. Sizin üçün nümunə deyə bilərəm. Allahverdiyev Məhəmməd ikinci zonada yerləşən və sahəsi 100 metr kvadrat olan mənzildə 2 təqvim ilə qeydiyyatda olub, sonra mənzili satıb. İkinci zonanın zona kodu 3'tür. Yəni zona əmsalı 3 yox, 3'tür də, 3 əmsalı 3'tür, faiz deyil bu. Yəni 3'ə vurulacaq. 100 metr kvadratlıq sahəni satır, 30% güzəştə düşür, oldu 70 metr kvadrat. Elə ona görə hesablayır da, 3 il yaşasaydı hesaplamayacaqdı. Bayaq 3 ili harda keçirdik? Bəli, 3 ildən sonra sənə güzəşt edəcək ki, sən öz evində özün bil. Sən alverçi deyilsən, sən ticarətçi deyilsən. 3 ilin altında isə səni o əmlakdan, o alqı-satqıdan gəlir əldə edən və yaxud da investor kimi qəbul edir. Alınan rəqəmi 70'i vururuq 15'ə. Alınır bizim daşınmaz əmlakın satışından əldə etdiyimiz vergimiz. Onu da vururuq 3'ə təzədən. Bəli, 3150. Qeyri-yaşayış sahəsini satdığınızda isə 100'ü tamam 15. 100'ü promoy 15'ə vurub 3'ə vurmanız lazım. Güneş yoxdur lan. Güzəş yoxdur, bəli. 45. Baxın, Naxçıvanda şey satılır, deyək ki, zirzəmi təqdim edilir. Qeyri-yaşayış sahəsi olduğuna görə birbaşa 15 manata vurulur. Naxçıvan şəhərinin əmsalı 1.2'dir, amma yüksəldici əmsalı 1.5'dir. Axır yerinə deyil. Bəli. Yəni zonasına baxır da 1.5'dir, ona görə hesablanır vergisi. Zonalarla bağlı, bəli, şirişlər qoymuşam. Bax, eyni proses torpaq sahələri üçün də keçərlidir. Yəni zonalaşma, kodlaşması. Torpaq sahələrində yüksəldici əmsalları var. Bakı şəhəri 1.5, Gəncə Sumqayıt 1.3, Abşeron, Naxçıvan 1.2, digər rayonlar 1.1. Əmsallarda isə zona əmsallarında Bakı şəhəri 4'dür, Gəncə Sumqayıt 1.5'dir, Abşeron, Şirvan, Naxçıvan və s. o tipli şəhərlər 1.2'dir, digər rayonlar isə 0.5'dir. Yəni vuracağımız hissə odur. Bir də ki, bunları çox əzbərləməyə meyl etməyin. Səbəbi var. Çünki zona kodları dəyişimə uğradığına görə, inkişafa tabe tutulduğuna görə siz vergini hesablayırsınız. Zaten bu hesablama, tutulma məsələsi əməliyyat. Sən alqı-satqını etdiyin zaman baş verir. Alqı-satqını etdiyin orqanda ən azından notariusla müqaviləni bağladığında həmin əraziyə görə torpaq idarəsindən alacağın çıxarışı sana o zonanın əmsalını və yüksəlici əmsalı bildirilir. Sən onun üzərindən vergi öhdəliyi bilmiş olursan. Yoxsa belə sən də müəyyənləşdirə bilmirsən. Bunun əmlak vergisi lazım abi. Əmlak vergisi yox. Bələdiyyə ödədiyimiz. Onlarda hesablama fərqlidir, başqadır. Ayrıdır. İndi inşallah onu da mənfəət vergisinin arxasında birləşdirirəm də maraqlıdırsa, əmlak vergisi, torpaq vergisi onları da izah edərəm. Torpaq sahəsi üzrə ümumi sahəni 0.5 manata vururuq. Yəni şeyimiz budur, zona əmsalımız budur. Daha doğrusu vergi dərəcəmiz budur, 0.5 manat. Ümumi sahəni 0.5 manata 50 qəpiyə vururuq da, belə deyək. Alınan nəticəni də zonanın əmsalına vururuq. Deyək ki, torpaq sahəmiz nə qədərdir? Gəl bir ərazi ilə baxaq. 500 metr kvadrat, metr kvadratla gedir. Onsuz nə qədər olacaq? 1000 metr kvadrat bir hektarda.
1000 metr kvadratdırsa onu 50 qəpiyə vurursunuz. Alınan rəqəmi də həmin zonanın əmsalına vurursunuz. 500. Hə? Hatta olur. Anladım. 10 hektara, 1 hektara olsun da 5 mi olması? 500 manat ile 500. 500. Bunun 500. 5 min etmez ama. 500 hemen 500. Ha. 50 qəpik. Kənd təsərrüfatı təyinatlı torpaqlarda biraz fərqlidir. Kənd təsərrüfatı təyinatlı torpaqlar əkin üçün olduğuna görə, sənaye sahəsi olmadığına görə, üzərində tikinti edə bilməyəcəyimizə görə biraz fərqli tərəfdən hesablanır. Kənd təsərrüfatı torpaqları üzrə sadələşdirilmiş vergi torpaq vergisinin 2 misli məbləğində hesablanır. Torpaq vergi nədirsə, həmin dövrə düşən, bu da belə də 1%-dən çox olmur da, onun 2 misli olur. Yəni 2% civarında. Torpaq vergisini hesablamağa gəlirik. Kənd təsərrüfatı üzrə zonalara görə ayrıca hesablanır. Torpağın ümumi sahəsi vurulur şərti bala, o da vurulur 0.06-ya, 6 qəpiyə. O nədir? Şeydə bu parselliyirlər belə, o idarələr bilir onu. Məsəl üçün bölürlər parça-parça torpağı dizaynda. Necə izah edeyim? Yəni ərazi ayrıları sənədlərdə. Onlar özləri bilirlər. Məsəl üçün indi Sovet sistemindən qalmada hansı dərəcədə torpaqdır? Bura qaradır, bura qonurdur. Burada falan şey yetişə belə bir şeylər yəni. Hə, da yəni yetişdirə biləcəyi şeylərə görə, yəni keyfiyyətinə görə. Şərti bal vurulur 6 qəpik, o da vurulur o 2 misliyə. Yəni torpaq vergisi 6 qəpikdir, belə deyək, şərti bal vurulandan sonra. Başqa nə var sizin üçün? Baxın uşaqlar, sizdə burada listə vermişəm. Sabit vergi formasının ödəyiciləri. Yəni belə deyək də, toy şənlik aparıcılarıdır, musiqiçilərdir, fərdi foto, audio, dərzi, onların hamısının vergi dərəcələri mövcuddur və altında nümunələri də var, hesablama formaları. Əsas məsələ gələk hesabat dövrümüzə. Hesabat dövrümüz nədir? Sadələşdirilmiş verginin hesabat dövrü rüblük. Yəni 3 aydan birdir. Bu rüblük ardıcı 3 aydan getmir söhbət. Maliyyə ilini, yəni yanvarın 1-dən dekabrın 31-nə qədəri 3 aylıq hissələrə bölürsünüz. Yəni yanvar, fevral, mart 1-ci rüb, aprel, may, iyun 2-ci rüb bu formada 4-cü rüb, oktyabr, noyabr, dekabr bu formada gedir. Hesabatlılığımız necə olur? 1-ci rüb bitir. 1-ci rüb bitdiyi aydan növbəti ayın 20-sinə qədər 1-ci rübün hesabatını təqdim edirik. 2-ci rüb bitəndə, misal üçün aprel, may, iyun da bitdi deyək ki. İyul ayının 20-sinə qədər 2-ci rübün əməliyyatlarını təqdim edirik, hesabatını təqdim edirik. Və rübümüz bu formada dəyişir. 4-cü rübdə isə artıq hesabatlılığımız növbəti maliyyə ilinin ilk ayının və yaxud da növbəti maliyyə ilinin ilk rübünün 1-ci ayının 20-sinə qədər. Yəni yanvarın 20-sinə qədər olur. Avtonəqliyyat vasitələri ilə də bağlı informasiyalarımız var. Bunu necə edək? Fasilə vermədən istəyirəm qısa olaraq bunu da üzərindən gedək. Fasilədən sonraki hissəni ancaq test tapşırıqlarını işləyərək gedək bərabər burada suallarımızın üzərindən. Avtonəqliyyat vasitələrində qısa və əsas izah etmək istədiyim, bilməli olduğunuz şeylər. Taksi fəaliyyətinin vergi dərəcəsi 9 manatdır. Yəni 9 manat olaraq Bakı şəhərində vergiyə cəlb olunur. Onun da Bakının əmsalı 2 olduğuna görə 18 manat eləyir. Aylıq. Bəli, aylıq. Yəni 1 aylıq olur. Əmsalları nədir? Nəqliyyat vasitələrinin taksi ilə bağlı. Bakı 2%-dir. Gəncə Sumqayıt 1.5-dir. Naxçıvan Şirvan 1.2-dir. Qalan bütün ərazilər isə Naxçıvan Şirvan dediyim şəhər statusuna sahib olan yerlərdən gedir söhbətdə, yəni. Məsələn, Şəki şəhər statusuna sahibdir, o da 1.2-dir. Digər rayonlar 1%. Daha doğrusu 1 əmsaldır. Nümunələri qeyd etməyəcəm. Xüsusi hallarımız var. Vəkalətnamə və ya icarə ilə, Sərnişin daşıma sərnişin daşımanın da var hesablaması, o da aid. O sərnişin daşıma oturacaqların sayına görə hesablanan bir şeydir. Bu taksi fəaliyyətidir, bütün maşına hesablanan bir şeydir, əməliyyat. Vəkalətnamə və ya icarə əsasında istifadə edilən nəqliyyat vasitələri üzrə vergi məsuliyyəti
istifadəçilərə aiddir. Kim nəqliyyat vasitəsindən istifadə edirsə, ona aiddir. Tək şirkətə aid deyil. Yox, hüquqi şəxsin balansında olan nəqliyyat vasitəsidirsə, o üzrə vergi hüququ həmin tərəfə aiddir. Yəni nəqliyyat vasitəsi sahibi olan şirkətə aiddir. Misal üçün, deyək ki, Bolt şirkətinin öz maşınları da var. Mən də getmişəm öz maşınımda da orada qeydiyyata durmuşam. Mən də həmin xidmətdən istifadə edərək gəlir əldə edirəm. Mən özüm öz vergimi ödəyirəm. Nəqliyyat vasitəsi mənə məxsusdur. Bu 18 manatımı da mən ödəmək məcburiyyətindəyəm. Boltun maşınlarını götürüb sürənlər, Bolt üçün xeyir qazandıranlar varsa, əgər bu icarə ilə və yaxud da ki, etibarnamə ilə baş vermirsə, o zaman o öhdəliyi Bolt özü ödəməlidir. Yəni hər maşın üçün rüsumu özü ödəməlidir. Səbəb nədir? Çünki texniki pasportları nəqliyyat vasitələrinin müəssisələrin adına olur. Yəni texniki pasport mülkiyyət kimin adınadırsa, vergisini də onun ödəməsi lazımdır. Çünki gəliri şirkət qazanacaq. Bu sadəcə əmək haqqı ilə işləyən bir işçidir. Yük daşımalarda necədir? Yük daşımalarda 1 tona görə 1 manatlıq bir hissəmiz var. Yəni vergi dərəcəmiz var. 1 tonu 1 manat olaraq vergiyə cəlb edirik. Tamam, başqa nə verək sizə? Hesabat və bəyannamə qaydası dediyimiz kimi eynidir. Fəaliyyətin dayandırılmasına baxarsınız. İdman mərc oyunlarını qeyd etdim. Bunu da qeyd etdim. Sərnişin daşıma ilə bağlı. Müəllimin verdiyi suallarda. Sizin Bakı şəhərində 21 oturacaq yer olan avtobus var. Deyək ki. 21 yer olan avtobusun vergiyə cəlb etməsi necə olacaq? 21 yeri vuracaq 1.8-ə. Çünki bir oturacaq yeri 1 manat 8 qəpikdir. 80 qəpikdir vergisi. Alınan rəqəmi də hansı şəhərdə fəaliyyət göstərirsə, həmin şəhərin əmsalına vuracaq. Misal üçün, Bakıdırsa 2-yə vuracaqsınız, digər rayonlardırsa 1%-ə vuracaqsınız. Şəhər tipli yerlərdirsə, məsələn, Şirvan falan edirsə, 1.2-yə vuracaqsınız. Belə deyək də, yəni bayaqdan dediyimiz əmsallara uyğun olaraq. Ölmə dövrəsinin Bakıdan Sumqaya gəlir ki, Gəncəyə gəlir. Fəaliyyəti haradır gəlirlərdə əldə etmə yeri Bakıdır. İşləri yığdığı yer haradır? Bakıdır. Yəni Bakı avtovağzalına aid bir nəqliyyat vasitəsidir. Bakı bazarına aid bir iki əmsala vurulacaq. Yox, Bərdənin nəqliyyat vasitəsi Bərdədən Bakıya klient yığıb gəlirsə, əlbəttə ki, o Bərdənin kodunu ödəyəcək. İctimai nəqliyyat hamısına aid. Sərnişin daşıma hamısı. Tam yaxşıydı, yaxşına Bax, sərnişin daşımada bayaqlarım sizin üçün də qeyd etdim mən bir dəqiqə. Dedim ərazi əmsalları Bakı 2%, Gəncə və Sumqayıt 1.5. O Gəncə və Sumqayıt 1.5. Cəmi 2 şəhərdə 1.5 var. Bakı ən yüksəyidir 2-dir. Gəncə ilə Sumqayıt 1.5-dir. Digər şəhərlərimiz 1.2-dir. Rayonlarımız da 1-dir. Belə deyib daha rahat olsun. Bir oturacağa görə 1.8-dir. 1 manat 80 qəpik. İndi başqa sual verim, siz hesablayın. Babək rayonunda 8 tonluq yük avtomobili aylıq nə qədər vergi ödəyər? Babək rayonu 1-dir də. Niyə çözün? Babək rayonu dedim. Və bu yük maşını da yəni nəzərdə tutun. Tona görə hesablayın. Tona görə 1 manat. 8 manat. Bəli. 2 manat. Bakı şəhərindəki 12 tonluq yük avtomobili nə qədər ödəyər? 24. Bəli. 24. 12-ni 2-yə vurur. Bakı şəhərində taksi fəaliyyəti göstərən şəxs öz nəqliyyat vasitəsində fəaliyyət göstərirsə nə qədər vergi ödəyəcək? 18. Bu 18-i əzbərdən demirik də, yəqin ki 9 manat olduğunu bilirik. Paçenti qaldırsalar. Bəli. Qəşəng bir sualda sənə verirəm onda. Naxçıvanda qeydiyyatda olan taksi Gəncədə fəaliyyət göstərirsə nə qədər vergi ödəyəcək? Gəncənin kapsentinə. Fəaliyyət Gəncədə. Bəli. Bax, can alan yer odur. İstənilən vergi formatı. Sən qeydiyyat ünvanına tabedirsən. Deyək ki, sənin qeydiyyat ünvanı sualı təkrarlayım istəyirsən. Bax,
hansı yerdə qeydiyyatda olan tək nəqliyyat vasitəsinə aid deyil. Bu vergi ödəyicinə də aiddir. Mənim qeydiyyatım Azərbaycanın istənilən yerində ola bilər. Amma mənim vergi ərazim, ödəmə olduğum ərazi, mənim gəliri əldə etdiyim ərazidir. Yəni mənbəyim haradırsa oradır. Yəni gəlir mənbəyim haradırsa oradır. Yəni Gəncədən gəlir əldə edirəm. Gəncənin əmsalına görə mən vergimi ödəməliyəm. Yəni taksi fəaliyyətim Gəncədədirsə 9 manatı artıq 1.5-ə vurmalıyım. Nəqliyyat saat yoxsa Yox, fərqi yoxdur. Təyyarə belə olsa eyni şeydir. Fəaliyyət əlbəttə var. Yəni, əlbəttə ki, bu şeydir, misal olaraq deyirəm. Yəni sərnişin daşımada oturacaq sayı ilə hesablana bilən bütün vasitələrə aid gedir. Yəni avtobus da olsa o cür hesablanacaq, taksi də olsa o cür hesablanacaq. Bəs mən bu taksilər üçün 18 manat vermirlər, onu bildim. Sonra bunların sosial ödəmələri var da bu. Özlərinə məxsus sosial ödəmə gəlirik ora. Sosial ödəmələrin hesablamaları tamamilə fərqlidir. Yəni bizim hesablama tipimizdən fərqlidir. Fərdi sahibkarlar işsizlikdən sığorta haqqı ödəmirlər. Amma icbari tibbi sığorta ödəyirlər. Bu bir və Dövlət Sosial Müdafiə Fonduna ödəniş edirlər. Onların Dövlət Sosial Müdafiə Fonduna ödənişləri vön sahiblərinin sizlərin öyrəndiyi tərzdə deyil. Sizlərin öyrəndiyiniz muzlu əmək fəaliyyətindən əldə olunan pula görə, yəni əmək haqqıdan, əmək müqaviləsi ilə işləyəndə aldığınız əmək haqqıdan hesablanan vergiləri və tutumlarıdır. Amma fərdi sahibkarların özlərinə görə ödədikləri fərqlidir. Minimum əmək haqqı nə qədərdirsə, minimum əmək haqqının 25% qədər Dövlət Sosial Müdafiə Fonduna ümumi pul ödəyirlər. Hal-hazırda minimum əmək haqqı deyək ki 400 manat. 100 manat ödəniş edəcəklər Dövlət Sosial Müdafiə Fonduna. Sabahları minimum əmək haqqı qalxdı. Deyək ki oldu 700 manat. Vön sahibləri 700 manatın 25% ödəmək məcburiyyətindədirlər. Gəlirdən Fərdi sahib, xeyr, heç bir əlaqəsi yox. Gələn sizə həll edin. Gələn sizə həll edin. Hər gün Gələn elə bir ödəncək eləmişik. Hər maaş verim olaraq gəlir. muzlu işçinin gəlir vergisi, bəli, o limitə görə ləğv olsa 8000 oldu da. elan etdilər. Təbrik edirəm. Hamımız işdən çıxardacaqlar. Olmayan işlərinizdən. Belə verin muhafaza. Bunu verin. Bu faydalı. Mənim bəs belə deyil, onda əgər çox durma olursa, gələcəkdə pensiyasında o zaman da qalsın gəlir. Şoför Nə deməyim istəyirsən? Demək istəyirsən ki, zədi pensiya alacaqsan, mən ümid eləmirəm yəni. yox, Bizlərə pensiya ala biləcəyini ümid eləmirəm yəni. yox, ümumiyyətlə sahibkarlara deyil. Əslində elə olmalıdır. Pensiya fondunda hesablama kapitalla hesablanır. Yəni sənin yığılan kapitalın Haqqda çox fonda kapital çox olursa çox da pensiya almalısan. Amma ölkənin verəcəyi qərarı bilmirik. Qərar belə ola bilər. Səndən pensiya çıxma yaşını uzada bilərlər. Və pensiyanın bölünən hissəsi vardır. Deyək ki, hal-hazırda 15 ilə bölünür də. O müddət uzadılanda 20 ilə bölünəcək. Sənin yığdığın kapitalı 20 ilə böləcəklər. Onu da aylarına böləcəklər. yenə göstərir. Yenə də ala bilməyəcəksən. Görürsən ki, işgal olmadan şəxsi